Salam, hər vaxtınız xeyir olsun. Bugün Kaspi Təhsil Şirkətinin 11-ci siniflər üçün keçirdiyi blok imtahanının izahına baxacağıq. Deməli, birinci sual ibtidai icma quruluşundandır. Neolit və eneolit dövrləri üçün ümumi cəhəti müəyyən edin. Taxılı metal oraqla, A variantında taxılı metal oraqla biçilməsi. Artıq metal görürsə, biz bilirik ki, metal eneolit dövründə yaranmışdı. Neolit dövründə metal olmadığı üçün bu oxşar cəhət sayıla bilməz. Saxsı qabların hazırlanmasına neolit dövründə başlanılıb və eneolit dövründə də var idi. Bəli, saxsı qabların hazırlanmasını ortaq cəhət kimi götürə bilərik. Süni suvarma sistemindən istifadə, süni suvarma sistemi erkən tunc dövründə yaranıb. Nə neolitdə, nə də eneolitdə artıq yox idi. Şumlama zamanı qoşqu heyvanlarından istifadə, bu xış əkinçiliyi idi ki, erkən tuncda yaranmışdı. Bu dövrdə yox idi hələ ki. Misdən iynə, biz, balıq tutmaq üçün qarmaq hazırlanması. Misi görürsə, bu da eneolit dövründə yaranmışdı. Neolitdə olmadığı üçün götürə bilmərik. Birincidə olacaq B variantı. 32-ci sual. İkinci xaç yürüyüşü üçün səciyyəvidir. İkinci xaç yürüyüşü 1147, 1149-cu illərdə baş vermişdi. Mosul hakiminin Edestanı tutmasına cavab olaraq baş vermişdi. Bəli, səbəbi bu idi. Qüdsdə müsəlman və yəhudi əhaliyə qarşı qətliam törədildi. Bu, ikinci yürüyüşdə yox, üçüncü yürüyüşə aiddir. İngilis, Fransız krallarının Qüdsü ələ keçirmək istəyə baş tutmadı. Bu da üçüncü yürüyüşə aiddir. Venesiyanın təkidi ilə Xaçlı ordusu istiqaməti Konstantinopola doğru dəyişdi. Bu dördüncü Xaçlı yürüyüşünə aiddir. 1147-ci ildə başlamışdı. Bəli, bayaq da qeyd etdiyimiz kimi 1147-ci ildə başlamışdı. 1 və 5 olacaq. Y variantı düzgün cavab. 33-də Euler-Venn diaqramıdır. Hülakülər, qaraqoyunlu, ağqoyunluya aid bir Euler-Venn diaqramıdır. Baxaq. İqtisadi cəhətdən güclü mərkəzləşmiş dövlətə çevrilmişdi. Biz bilirik ki, ağqoyunlu və qaraqoyunlu mərkəzləşmiş dövlət yarada bilməmişdilər. Bu hülakülərə aid olacaq. İkinci bəzidə dostluq münasibətləri yaratmışdı. İkinci bəzən dostluq münasibətləri aid edəcəyik biz Ağqoyunluda Yaqubun dövrünə aid edib. Dövlətin yaranması ilə Oğuzların Azərbaycanda və qonşu ərazilərdə siyasi hakimiyyəti yenidən bərqərar oldu. Bu Qaraqoyunlu'nun adı ilə bağlıdır. Teymuri Əbubəkri Sərdurud düzündə məğlub etmişdi. Bu Qaraqoyunlu tarixi ilə bağlıdır. 1408-ci ildə baş vermişdi. Amma bu dövrdə hələ Qaraqoyunlu dövləti yaranmamışdı. Bizdə şərtdə Qaraqoyunlu dövləti istədiyinə görə bu uyğun gəlməyəcək heç birinə. Təbrizi paytaxt seçmişdi. Bu da üç dövlətində oxşar cəhətidir. Yenidə 4-ə yazacaq. Deməli, 1-də A olmalıdır, 2-də C olmalıdır, 3-də B, 4-də Y. A variantı. Düzgün cavab A-dır. Keçək digər testdə. Burada artıq xəritə sualdır. 34-cü sualda paytaxtda ulduz ilə işarələnmiş feodal dövlətin cədvəldəki dövlətlər ilə ümumi cəhətlərini müəyyən edin. Burada Şirvanşahların paytaxtı göstərilibdir. Deməli, burada Şirvanşahlardan bəhs olunur. Baxırıq Şirvanşah və Salari üçün oxşar cəhət. Slavyanlar tərəfindən qarət edilmişdimi? Bəli, hər ikisi üçün oxşar cəhətdir. Dərbəndi ələ keçirməsi. Bəli, bu da oxşar cəhətdir. Həm Şirvanşahlar üçün, həm də Salarilər üçün oxşar cəhətdir. Rəvadilər tərəfindən varlığına son qoyuldu. Salarilərin varlığına, deməli, Rəvadilər tərəfindən son qoyulsa da Şirvanşahların varlığına bilirik ki, 1538-ci ildə Səfəvilər tərəfindən son qoyulmuşdu. Bir də AB. Sacilər sülalə nümayəndələri Afşin titulu daşıyırdı. Bu, bəli, sacirlərə aiddir, amma Şirvanşahda belə bir şey yox idi. Bizə oxşar cəhət lazımdır. 9-cu əsrdə meydana gəlmişdi. Bəli, Şirvanşahlar 861-də yaranıb. Saci isə 898-də. Hər ikisi 9-cu əsrdə meydana gəlmişdi. Samanilərlə mübarizə sadəcə sacirlərə aiddir, götürmədik. Şəddadi və Şirvanşahın oxşar cəhəti Rəvadi hökmdarı ilə dostluq münasibətləri yaradılmışdı. Bu aid deyil. B. Səlcuq dövlətindən asılı düşmüşdü. Bəli, Şirvanşahlar 1066-da, Şəddadilər isə 1054-cü ildə Səlcuqlardan asılılığı qəbul etmişdi. Beyləqan dövlətin ərazisində birləşdirilməsi, bu da Şəddadilərə aiddir sadəcə. Deməli, 1-də AB, 2-də B, 3-də B. Burada D variantı olacaq düzgün cavab, 34-də D. 35. İkinci Dünya müharibəsi dövrünə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Deməli, Novgorodun Pustinka kəndi uğrunda yaxınlığında döyüş. Bu, Moskva döyüşüdür, 1941.
Biz bunu Azərbaycan tarixində 2-ci Dünya müharibəsi illəri mövzusunda görmüşük. İsrafil Məmmədov da burada gedən döyüşlərdə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Daha doğrusu 2-də faşist ordusunun Qafqaz üzərinə hücuma başlaması Stalingrad döyüşü ilədir, 1942. Stalingrad döyüşündə Alman ordusunun təslim olması 1943-cü ildə təslim olacaqlar. Fransanın və Azərbaycanlı partizaların Rodis şəhərini azad etməsi, bu da Azərbaycan tarixi hissəsindəndir. Bir dəqiqə. Azərbaycan tarixi hissəsindəndir bu da. Bu da 1944-cü ildən baş vermiş olacaq. İndi düzgün xronoloji ardıcıllığı düzsək, elə 1, 2, 3 və 4 olacaq A variantı. Baxırıq digər testdə 36. 19-cu əsrin 30-cu illərində üsyanların baş vermə səbəblərinə uyğun gəlməyən bəndi soruşur bu arada. Müəyyən edici, komendant idarə üsulunun tətbiqi, məmurların özbaşınalığı, vergi və mükəlləfiyyətlərin artırılması, köçürmə siyasəti, bəli, üsyanların səbəbləri arasında var idi. Milli və dini zülm təbii ki də var idi. Təhkimçiliyin ləğv edilməsi. Bu düzgün cavab olacaq. Təhkimçilik ümumiyyətlə Azərbaycanda olmayıbdı. Yəni, sənəd üzərində olmayıbdı. Sözdə güya təhkimçilik yox idi. Ona görə də biz təhkimçiliyin ləğvindən danışa bilmərik. Burada olacaq C variantı. 37-ci sual. 19-cu əsrin ikinci yarısında İngiltərə. 19-cu əsrin ikinci yarısı deyirsə, artıq biz deməli 1850-dən sonraki tarixə baxacağıq. İri sənaye şəhərləri parlamentdə təmsil olunmağa başladı. Bu, İngiltərədə keçirilən birinci parlament islahatı ilə bağlıdır. Əgər iri sənayeçilərdən söhbət gedirsə, bu da 1832-ci ildə baş vermişdi. Görür ki, bizə uyğun olmadı. Bizə 50-dən sonraki tarix lazımdır. Bir düzgün olmadığına görə A-nı və D-ni çıxırıq. Fəhlələrin yuxarı təbəqəsi seçki hüququ qazandı. Bu isə ikinci parlament islahatı ilə əlaqədardır ki, bu 1867-ci ildə keçirilmişdi. Bizə lazım olan tarix aralığına da uyğun gəldiyinə görə götürdük. Kanadaya dominion hüququ 1867-ci ildə verilmişdi. Bəli, bu da düzdür. 3-də götürəcəyik. Azad olunma haqqında bəyannamənin imzalanması bu İngiltərə tarixinə əlaqəli deyil, ABŞ-la bağlıdır. Homesteadlər haqqında qanunda ABŞ-la bağlı olduğuna görə biz bunu götürməyəcəyik. 19-cu əsrin ikinci yarısında olmalarına baxmayaraq İngiltərə tarixinə əlaqəli olmadığına görə götürmədik. 2 və 3 B variantı olacaq. Keçirik 38-ci suala. 19-cu əsrin 20-ci illəri Qarabağ və Lənkəran xanlıqları üçün ümumi cəhətdir. Artıq 19-cu əsrin 20-ci illəri bizə çox böyük ipucu verir ki, Qarabağda 1822, Lənkəranda isə 1826-cı ildə, yəni bu 20-ci ildir hər ikisi, 20-ci illəri daha doğrusu. Nədir bu tarixlərin ortaq cəhəti nədir? Varlıqlarına son qoyulması, yəni ləğv olunma tarixləridir bunlar Qarabağ üçün və Lənkəran üçün. 38-də düzgün cavab D olacaq. 39. Qubalı Fətəli xanın fəaliyyətlə bağlı uyğunluğu müəyyən edin. Köçürmə siyasəti və birləşdirmə siyasətindən bağlı. Baxırıq. Deməli, kətxudalar topladığı vergini şəxsən xəzinəyə verməli idilər. Burada vergidən danışdığına görə köçürmə siyasətinə heç bir əlaqəsi yoxdur. Diqqətlə oxumaq lazımdır şərti. Biz A-nı çıxırıq. Çünki heç köçürmə siyasətinə əlaqəsi yoxdur. Bir də A səhvdirsə, D variantı, Y variantı artıq getdi. Dərbənd xanlığı əhalisinin bir hissəsi Quba xanlığına köçürülmüşdür. Bəli, düzdür. Qarabağ Şəki xanlıqları və 2-ci İraq ittifaqına qarşı mübarizə aparılması, bunun da köçürmə siyasətinə heç bir əlaqəsi olmadığına görə C-ni də çıxırıq birdən. Artıq bizə cavab məlumdur. Amma yenə də baxaq, birləşdirmə siyasəti Bakı xanlığı ilə nicat diplomatiyasından istifadə, bəli, 1767-ci ildə nicat diplomatiyası vasitəsilə Bakını özünə birləşdirmişdi. Cəngavər Şahsevən tayfasının xanlığa köçürülmüşdü. Bu, bəli, Qubalı Fətəli xanın fəaliyyətinə əlaqədardır, amma birləşdirmə siyasətinə əlaqəsi yoxdur. Bu, köçürmə siyasətinə bağlıdır. Cavduşan döyüşündə məğlubiyyəti də, bəli, bu da 74-cü ildə idi. 1-dən B-ni, 2-dən AC-ni götürmüş olacaq. Keçək 40-cı suala. Xəritə sualdır. Deməli, 1870-ci ilin kəndli islahatına tətbiq edilmədiyi bu ərazidə sahibkar kəndləri 1913-cü ildə torpaq mülkiyyətinə çevrildilər. Buradan artıq məlum olur ki, söhbət Zaqataladan gedir. Bizə xəritədən Zaqatalanı tapmaq lazım gələcək. Zaqatala da 1-də yerləşir. A variantı düzgün cavabdır. 41-də Azərbaycan Respublikasının 20-ci əsrin sonlarına aid
həm də xarici iqtisadi əlaqələr üçün xarakterik bir xüsusiyyət istəyir. 20-ci əsrin sonları deyirsə, həmən dəqiqə biz başına yazacağıq. Deməli 1990-lar təxminən və xarici iqtisadi əlaqə lazımdır. İlham Əliyevin Aşpanın vitse-prezidenti və büro üzvü seçilməsi bu 2003-cü ildədir. Bizə lazım olan tarixə uyğun gəlmədi, çıxdı. TANAP-ın istismara verilməsi 2018-ci ildə açılış olmuşdu. Bu da bizə lazım olan tarixə uyğun gəlmədi. ATƏT-in Minsk qrupunun həmsədrləri təsisatı 1994-cü ildə yaradılmışdı. İpək yolunun bərpası üzrə konfrans keçirilməsi 1998-də 98-ci ilin sentyabrındadır. NATO-nun sülh naminə tərəfdaşlıq proqramının qəbul olunması 1994-cü ildədir. CDY tarix olaraq bizə uyğun gəldi. İndi baxmalıyıq xarici iqtisadi əlaqə olsun. ATƏT-in Minsk qrupunun həmsədrləri təsisatının yaradılmasının xarici iqtisadi əlaqələrinin heç bir bağlılığı yoxdur. Eyni ilə NATO məsələsi də. Burada düzgün cavab C qalacaq. İpək yolunun bərpası üzrə konfransa keçirilməsi həm bizə lazım olan tarixə uyğun gəlir, həm də xarici iqtisadi məsələlərə aiddir. 41-də D olacaq. Keçək 42. 44 günlük müharibə dövrünə aid deyil. Xocalı, Xocavənd, Ağdərə və Əsgəranın terrorçulardan təmizlənməsi düzgün cavab A-dır. Çünki bu 2023-cü ilin antiterror əməliyyatları ilə əlaqədardır. Yəni 44 günlük Vətən müharibəsi dövrünə aid deyil. Digərlərinə baxaq. Cəbrayıl rayonu azad olunmuşdur. Bəli, Vətən müharibəsi dövründə. Qarabağ mücüsü adlı plan tətbiq olunmuşdumu? Bəli. Hadrut işğaldan azad olunmuşdur. Düz. Ohanyan səddinin yaralması da düzdür. Baxırıq 43-cü sualın izahına baxırıq. Ərəb xilafətinin 8-ci əsrdən fərqli olaraq 7-ci əsr tarixi üçün xarakterikdir. Deməli, bizə sırf 7-ci əsr lazımdır. Sasani dövləti ilə müharibələr. Bəli, bunu götürə bilərik. 7-ci əsrdə mübarizə var. Kadisiya, Ktesifon döyüşləri məsələn göstərə bilərik. 636, 637. Amma 8-ci əsrə baxdıqda artıq Sasani dövləti yox idi 8-ci əsrdə. Bir düz isə B, C qalacaq, çünki 1 var orada. Deməli, B-ni və Y-ni silirik. Yeni sülalələrin hakimiyyətə gəlməsi. Bu oxşar cəhətdir. Çünki 7-ci əsrdə 661-də Əməvilər, 8-ci əsrdə 750-ci ildə isə Abbasilər hakimiyyətə gəlmişdi Ərəb xilafətində. Bu oxşar olduğuna görə götürməyib. Bizə fərqli cəhət lazım idi. Ona görə A-nı da sildim. Frankların müqavimətlə qarşılaşması 8-ci əsrdə var. Məsəl üçün 732-ci ildə olmuş Poitiers döyüşünü götürə bilərik. 3 də yanlış olduğuna görə artıq düzgün cavab qalmış olacaq. Xərac adlanan torpaq vergisinin toplanması hər ikisinə aiddir. Rəşidi xəlifələr tərəfindən idarə olunması da bəli. Bu 7-ci əsrə sırf aiddir. Burada 1 və 5 D variantı olacaq düzgün cavab. Keçək 44-cü suala. Hadisə və nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Böyük Çin səddinin tikilməsi, bilirik ki, eradan əvvəl 214-cü ildə tikilibdir Çin səddi. Hun-Çin müharibəsinin sona çatması. Xeyr, bu səddin çəkilməsi də Hun-Çin mübarizəsinə son qoymayacaq. Bu yanlışdır. Bir yanlışdırsa B və Y gedəcək. Pinçen döyüşü eradan əvvəl 200-cü ildədir. Çin ordusu Turan taktikası ilə mühasirəyə alındı. Bəli, Çin ordusu Turan taktikası ilə mühasirəyə alınmışdı. 2 düz. Eradan əvvəl 36-cı Çin ordularının Qərbi Hun üzərinə hücumu. Burada bir problem yoxdur. Böyük Hun dövləti 2 hissəyə parçalandı. Böyük Hun dövləti eradan əvvəl 58-ci ildə 2 hissəyə parçalanıb. Yəni bununla heç bir əlaqəsi yoxdur. 3 yanlışdır. 4. Eradan əvvəl 4-3-cü yüzilliklərdə Çinin quldar dövlətləri arasında müharibələr, vuruşan padşahlıqlar dövrüdür bu dövr. Çin ərazisi 36 vilayətə bölündü. Bu isə Sinşuan adı ilə bağlıdır. Xeyr, bu da yanlış oldu. 5. Eradan əvvəl 3-cü əsrin sonlarında Çin dövlətində sülalə dəyişikliyin baş verməsi və nəticə olaraq Xan sülaləsinin hakimiyyətə gəlməsi. Düzdür, eradan əvvəl 206-cı ildə hakimiyyətə Xan sülaləsi gəlmiş olacaq ki, 206-da 3-cü əsrin sonudur. 2 və 5 A variantı. Keçək digər suala 45. Pun müharibələrində Roma tərəfindən ələ keçirilən əraziləri xəritədə müəyyən edin. Pun müharibəsi nəticəsində Roma qələbə çalır və Siciliya, Sardiniya, Korsika adalarını və Karfageni ələ keçirmiş olacaq. Siciliya, Sardiniya, Korsika adası və Karfagen. İndi bizə lazımdır bunları tapmaq. Karfagen 3, 4, Siciliya, Sardiniya adalarıdır. Korsika da burada, amma
rəqəm olaraq verilmədiyinə görə götürmürük. 3, 4, 5. 3, 4, 5 D variantıdır. 46-cı sual. Xəzər xaqanlığına aid xüsusiyyətləri müəyyən edin. Bu kimi testlərdə mütləq başına həmən dəqiqə tarixi yazaq. Xəzər xaqanlığı mövcud olub 7-ci əsrin ortalarından 965-ci ilə qədər mövcud olacaq. İndi baxırıq. Avropalılardan əvvəl kağız istehsal edib mətbəə yaratmışlar. Bu Xəzər xaqanlığına əlaqədar deyil, Uyğurlara aiddir. 9-cu əsrin 40-cı illərində varlığına son qoymuşdu. Biz burada yazdıq ki, 10-cu əsrə aiddir. Bu da aid olmadı. Maneçiliyin qəbul edilməsi Xəzərlərin döyüş ruhunu aşağı salırdı. Maneçiliyin qəbul olması Uyğurlarla bağlıdır. Bu da Xəzərlərə aid olmadı. Dövlətdə ikinci nüfuzlu şəxs Xaqan bəy hesab olunurdu. Bəli. 8-ci əsrdə Musəvilik dövlət dini elan olmuşdu. Bu da düzgün variantdır. Burada olacaq 4 və 5 B variantı. Keçək digər 47. Nəsrəddin Şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərlə müqavilə imzaladı və şirkət bunun müqabilində əldə edəcəyi qazancdan İran hökumətinə ildə cüzi bir məbləğ ödəməyə öhdəsinə götürdü. Mətndə bəhs olunan siyasətin nəticəsini müəyyən edin. Artıq mətin bizə ipucu verir ki, burada söhbət nədən gedir? Tənbəki üsyanından gedir. İndi baxaq. Tehran əhalisi 1892-ci ildə Şah sarayına hücum etdi. Bəli, bu düzdür. 1891-ci ildə müqavilə bağlamışdı və tütün inhisarını ingilislərə vermişdi Nəsrəddin Şah. 92-ci ildə bu əhalinin etirazına səbəb olur və Tehrana hücum edəcəklər. Düzdür. Zeynəb Paşanın rəhbərliyi ilə Təbrizdə çıxışlar baş verdi. Xeyr, bu Zeynəb Paşa üsyanıdır. Biz bilirik ki, dediyimiz kimi söhbət Tənbəki üsyanından gedir. Möhtəkirlər ərzaq məhsullarını ucuz qiymətə əhaliyə satmağa məcbur oldu. Bu da Tənbəki üsyanına əlaqəsi yoxdur. 4. Şah Talbot ilə bağlanmış müqaviləni ləğv etdi. Bəli, əhalinin narazılığı nəticəsində bağlanmış müqavilə ləğv olunacaq. 1 və 4. 1 və 4 D variantıdır. Monqol imperiyasının 14-cü əsrin əvvəlləri tarixinə aiddir. Elə A. İmperiyanın parçalanması. Bu rahat sual idi. 14-cü əsrin əvvəllərində Monqol imperiyası parçalanacaq. 49. Yis xətti ilə bağlı ardıcıllığı müəyyən edin. Ərzaq sapalağı ərzaq verişi ilə əvəz olundu. Kəndlər artıq məhsulu bazara çıxarması asanlaşdı. İndi bizdən bunu tamamlamaq tələb olunur. Kolxozçular pasportlaşmadan məhrum edildi. Bu yanlışdır. Yislə əlaqəsi yoxdur. 1932-ci ildə pasportlaşma sisteminə keçirilibdi. Amma bunun Yis xətti ilə əlaqəsi yoxdur. Yis 21-dən 25-ə qədər tətbiq olunub. 32-də artıq pasportlaşmadan məhrum olması, yəni Yislə əlaqəsi yoxdur. Ticarətin sərbəstləşməsi, müştərək müəssisənin yaradılmasının şəraiti yaratdı. Bu düz, uyğundur. Kollektiv kəndli təsərrüfatı yaradıldı. Bu kollektivləşmə siyasətinə aiddir. 29-dan tətbiq olunur. Yis xətti ilə əlaqədar deyil. Fərdi kəndli təsərrüfatları ləğv olundu. Bu da Yislə əlaqəli deyil. Bütün istehsal sahələri dövlətin əlində mərkəzləşdi. Bu da hərbi kommunizmdən daha çox uyğunluq təşkil edir. Burada olacaq B variantı. 13-14-cü əsrlərə uyğun gəlir. 50-ci sual. Fazil Fəriddin Şirvaninin fəaliyyəti. Fazil Fəriddin Şirvani astronom idi və intibah dövrü ilə əlaqədardır. 11-12-ci əsrlər. Tərtər çayı üzərində körpü aiddir 7-8-ci əsrlərə. Bu da uyğun gəlmədi. 13-14-cü əsrlərdə bəli, C düzü yeni şəhərlər salınmışdı ki, bu Sultaniyə ilə Mahmudabad idi. Şirvanşahlar saray kompleksi 15-ci əsrdir. Qeysəriyyə bazarı da 15-ci əsrdir. Deməli, burada cavab nə olacaq? C variantı. 51. Verilən tarixi faktlardan heç birinin aid olmadığı dövləti müəyyən edin. Baxırıq. Deməli, Kipri ilhaq etməyə çalışırdı. Bu Yunanistandır. Yunanistan 5-dədir. Yazırıq 5. Bu arada 1 Türkiyədir burada. Yazaq. 5 Yunanistan. 3 Almaniya. 2 İngiltərə. 4 isə Fransa ərazisidir. İndi baxaq. Kipri ilhaq etmək istəyirdi. Dediyimiz kimi Yunanistan. 5 səliqəsi yazın. Bir daha yazaq. Yunanistan. 1960-cı ildə ordu hakimiyyəti ələ keçirmişdi. Bu, Türkiyədə baş verən çevrilişlərlə əlaqədardır. Türkiyəyə aiddir, yəni. Türkiyə yazmaya 1 yazaq, rəqəmlərlə yazaq ki, rahat olsun bizim üçün. Deməli, 60-da olacaq 1. 1952-ci ildə NATO-ya daxil olmuşdu. Bu da Türkiyədir, 1. Brexit planı ilə 2020-ci ildə Avropa Birliyindən ayrıldı. Bu İngiltərədir, 2.
İkinci Dünya müharibəsindən sonra müvəqqəti rejiminin fəaliyyəti sona çatdı. 4-cü Respublika dövrü başladı. Bu Fransadadır. 4. Deməli, nəyə aid bir şey olmadı? 3-ə aid bir xüsusiyyət yoxdur. 3C variantı. 52. Ərəb dövlətlərinin əksəriyyətinin Misirlə siyasi iqtisadi əlaqələr kəsməsinə nə səbəb olmuşdur? 1978-ci ildə bağlanmış Camp David sazişi İsraillə bağlayır və İsrailin müstəqil dövlət kimi tanıdığına görə Ərəb dövlətlərinin Misirlə münasibətləri pozulmuş olacaq. Burada B variantı düzgün cavab. 53. Hadisə nəticə əlaqələrini müəyyən edin. Deməli, İskit hökmdarı İşbakayın ölməsi Ahşeri Mannanı müstəqil elan etdi. Nəticə hissəsində bir problem yoxdur. Hadisə hissəsində Ahşerinin Mannanı müstəqil elan etməsi İşbakayın ölməsindən sonra yox, elə məhz İşbakayın özünün dövründə idi. Ona görə bu yanlışdır. Midiyada eradan əvvəl 673-cü ildə xalq hərəkatının başlanması Midiya Asturiya əsarətinə həmişəlik azad olundu. Bəli, düzdür. Müstəqil Midiya dövləti yarandı. 2-ni götürdük. Kiaksarın Babil dövləti ilə ittifaq qurması Asturiya ordusu məğlub edildi. Bu da düzdür. Kiaksarın dövründə Asturiya məğlub ediləcək. Hətta varlığına da son qoyulacaq. 4. Astiaqın Zərduş kahinləri sayılan Maqlar ilə yaxınlaşması Azərbaycanın şimalında müstəqil dövlət yarandı. Azərbaycan şimalında yaranan müstəqil dövlət Albaniyadır. Albaniyanın yaranması da Astiaqla bağlı deyil. Deməli, Albaniyanın yaranması İskəndər İmperiyasının parçalanmasından sonradır. Burada olacaq 2 və 3. Keçək növbəti suala 54. Bakı Xalq Komissarlar Sovetinin həyata keçirdiyi tədbirləri müəyyən edin. Bakı Xalq Komissarlar Soveti 1918-ci ilin aprelin 25-dən iyulun 31-nə qədər fəaliyyət göstərmişdi. Xəzər ticarət donanması gəmiləri sahibkarlara qaytarıldı, yox. Əksinə deyirik ki, onları milliləşdirəcək. Milliləşdirmə adı altında, yəni mənimsəyəcəklər. Neft sənayesi milliləşdirildi, bəli, bu düz. Xalq Meclisi, İnqilabi Tribunal, Xalq Məhkəməsi yaradıldı, bu da düzdür. Noyabrın 20-sində Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul edildi. Bu Bakı xalqısı ilə yox, AXC fəaliyyətinə bağlıdır. 5-də 1918-ci iyun ayında ərzaq və bəzi xammal məhsullarının xarici çıxarılmasına müvəqqəti qadağa qoyulmuşdu. Bu da Bakı Xalq Komissarlar Sovetinə yox, AXC fəaliyyətinə əlaqədardır. Burada olacaq 2 və 3. 55. Şah 1-ci Abbasın 1-ci Təhmasibi ilə oxşar, Şah 2-ci Abbasdan fərqli cəhətdir. 1-ci Abbasla 1-ci Təhmasib üçün oxşar olsun, 2-ci Abbasdan fərqli cəhət. Dövlətin paytaxtının köçürülməsi. Abbasın dövründə paytaxt İsfahana köçürülmüşdü. İsfahana. Təhmasibin dövründə Qəzvinə. Amma 2-ci Abbasda bir köçürülmə görmürük. Deməli, bu düzgün cavabdır. Bir düz. Osmanlı ilə sülh müqaviləsinin imzalanması. Baxaq Şah Abbasın dövründə görürük ki, 1-ci İstanbul sülhü bağlanıb. Təhmasibə baxdıqda 1555 Amasya sülhünü görürük. Amma Şah 2-ci Abbasın dövründə Osmanlı ilə sülh müqaviləsi yoxdur. Bunu götürməyəcəyik. Yəni, düzgün cavab kimi götürəcəyik. Fərqli cəhətdir, yəni. Osmanlı dövləti sülh və mehriban qonşuluq münasibətlərinin qurulması. Abbasda, Təhmasibdə biz sülh və mehribanlığı görmürük. Çünki çox saylı müharibələr olubdur. Yəni, bunlar üçün heç oxşar cəhət deyil. 3-ü götürməyəcəyik. Rusiya ilə hərbi münaqişənin baş verməsi Şah 2-ci Abbasın dövründə var. Bizə Şah 2-ci Abbasdan fərqli cəhət lazım idi. 4-ü götürmədik. Rəiyyət və sənətkarların dövlət xəzinəsi olan vergi borclarının ləğvi də məsələ Şah 2-ci Abbasın dövrünə aiddir. Digərlərində olmadığına görə 1 və 2-ni burada düzgün cavab kimi götürəcəyik. 56. Uzun sürən ara müharibələri və tabi edilən xalqların üsyanları dövləti zəiflətdi. Bu zəiflik Avropa xaçlılarının qarşısını almağa imkan vermədi və Aralıq dənizi sahillərində bəzi ərazilər itirildi. Eyni zamanda qeyri-müsəlman tayfa olan Qarakitayların hökmdarı məğlub etməsi müsəlman əhalisi arasında nüfuzunun düşməsinə səbəb oldu. Mətndə bəhs edilən dövlət ilə Osmanlı dövləti üçün ümumi cəhətlərdir. Baxırıq mətnə. Mətn bizə xüsusən də bu Avropa xaçlarının qarşısını almağa imkan vermədi. Aralıq dənizi sahillərində ərazilərin itirilməsi, Qarakitaylarla mübarizədə məğlub olması məsələsi bizə artıq işarə edir ki, burada söhbət Səlcuqlardan gedir. Səlcuqlar ilə Osmanlının oxşar cəhətini istəyir. Əmir Teymura məğlub olması Osmanlı üçün aiddir, amma Səlcuqlar dövründə, Əmir Teymurun dövründə artıq Səlcuqlar dövləti yox idi heç. Bunu götürmürük. 11-12-ci əsrlərdə xaç yürüşlərinə, daha doğrusu 11-13-cü əsrlərdə xaç yürüşlərinə məruz qalmışdı.
Səlcuqa aiddən Osmanlı xaçı yürüşlərə məruz qalmayıbdı. Bizans mübarizədə qalib gəlmişdi. Bəli, düzdür. Həm Səlcuq həm də Osmanlı Bizansla mübarizə aparıb və qalib gəlib. Bağdadı ələ keçirmişdi. Bu da ortaq cəhətdir. Burada olacaq 3 və 4. Keçirik digər suala. Burada 19-cu əsrin 50-ci illəri, 60-cı illəri, 70-ci illəri. Burada testdə mexaniki səhv gedib yüksək ehtimal ki, 20-ci əsr nəzərdə tutulur. Çünki variantların hamısına baxanda görürük ki, burada 19-cu əsrə aid heç bir hadisə yoxdur. Mexaniki səhv olduğuna görə siz bunu 20-ci əsr kimi nəzərdə tutun. 20-ci əsrin 50-ci illəri, 60-cı illəri və 70-ci illəri. Bloklara qoşulmayanlar hərəkatının yaradılması 1961-ci ildədir. 1961, daha doğrusu 20-ci əsrin 60-cı illərdir. Buraya yazacağıq A, 2-də A. Qarşılıqlı İqtisadi Yardım Şurası 1949-cu ildə yaradılmışdı. 40-cı illərə aid olduğuna görə bizə də şərtdə 40-cı illər olmadığına görə götürmədik. SSR tərəfindən dünyanın ilk qitələr arası ballistik raketinin yaradılması 1957-ci ildə yaradılıbdı. Baxırıq ki, 50-ci illər var, C1-ə getdi. ABŞ və SSR arasında strateji silahların məhdudlaşdırılması SSM-1 müqaviləsinin bağlanması 1972-ci ildə idi. 70-ci illərə aiddir. D-ni də buraya yazdım. Sovet qoşunlarının Əfqanistandan çıxardılması 1989-cu ildə. 79-cu ildə qoşunları yeridəcək Əfqanistana, 89-cu ildə isə çıxarılacaq. 80-ci illərdə olmadığına görə deməli 1-ə C yazdım, 2-yə A yazdım, 3-də isə D variantını götürmüş olduq. Keçək situasiya sualına. Oxuyaq situasiyanı. Müharibə ABŞ-ın ön sıraya çıxartmışdı. Belə bir gələcək müttəfiqlər üçün görünmürdü. Avstriya-Macarıstanın məğlubiyyəti İtalyanlara imkan verirdi ki, öz planlarını reallaşdırsınlar. Ona görə də daha vuruşmaq istəmirdilər. İngiltərə istədiyinə nail olmuşdu. Almaniyanın koloniyaları yiyələnmişdi. Fransa da müharibənin tez qurtarmasını istəyirdi. Bütün müttəfiq dövlətləri Almaniyada inqilab başlanacağından qorxurdular. Çünki inqilab alovu bütün Avropaya yayıla bilərdi. Müttəfiqlər arası konfransda Fransa bildirdi ki, o Alman rəqibinin ciddi zəifləməsini, onun ikinci dərəcəli dövlətə çevrilməsini istəyir. ABŞ heç bir vasitəçi olmadan Almaniya və Avstriya-Macarıstanla danışıqlara başlayacağını bildirdi. Separativ sülh deyə Clemenceau soruşduqda ABŞ-ın nümayəndəsi bəli deyə cavab verdi. Clemenceau'nun fikri ilə şərik olan Lloyd George müharibəni davam etdirə bilməyəcəklərinə təəssüfləndiyini bildirdi. Mətndən nəticə çıxarsaq, deməli burada görürük ki, 1-ci Dünya müharibəsinin artıq sonlarına doğru olan hissədən danışılır. Buna işarə edir, məsələn, Lloyd George'un, Clemenceau'nun olması və ABŞ-ın, Almaniyanın, Avstriya-Macarıstanın, yəni Üçlər İttifaqı, daha doğrusu Dördlər İttifaqına söhbət gedir. Antantaya məğlub olması, Almaniyada inqilabın başlayacağından qorxurdular və bu kimi artıq 1918-ci illərdə baş verən proseslərdə və 1-ci Dünya müharibəsinin gedişidir. İndi 58-i soruşur, tarixi bilgiləriniz əsasında bəhs olunan müharibənin hansı iki hərbi blok arasında baş verdiyini qeyd edin. Təbii ki, biri Antantadır, biri də Dördlər İttifaqı arasında. Əgər bu dövrdən söhbət gedirsə, Dördlər İttifaqı yaza bilərik, artıq sonları çünki müharibənin. Tarixi bilgilərinizə əsasən bəhs olunan müharibənin başlanması üçün bəhanəni yazın. Səbəbi soruşmur, bəhanəni soruşur. Bəhanə nə idi? Avstriya-Macarıstan vəliəhdi, Frans Ferdinandın Serb millətçisi tərəfindən sui-qəsdə məruz qalması idi. Bu bəhanə rol oynayacaq, qığılcım rol oynayacaq və buna da 1-ci Dünya müharibəsi başlamış olacaq. 30-cu sual. Fransanın mənbədə bəhs olunmayan məqsədlərini tarixi bilgilərinizə əsasən müəyyən edin. Fransa müharibədən gözləntiləri nə idi? Birincisi, 20-ci əsrin əvvəlləri Fransada Almaniyaya qarşı revanşizm siyasəti yeridirdi. Revanşizm yəni əvəz çıxmağa çalışırdı məğlubiyyətlərinin, hansı ki 19-cu əsrin sonlarında baş verən məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Biz buraya yaza bilərik ki, Almaniyadan əvəz çıxma, qisas alınması, yeni torpaqların ələ keçirilməsi, müstəmləkələrin genişləndirilməsi kimi bir çox məqsədlər yaza bilərik. Bu qədər. Dərslərimizlə bağlı məlumat almaq üçün nömrəmi qeyd edəcəm. Bura onlayn dərslərimiz haqqında məlumat almaq üçün nömrəmə mesaj yaza bilərsiniz. 050 586 29 85 nömrəsi ilə əlaqə saxlansanız dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz. Gələn sınaq izahlarında görüşənədək sağ olun.